Qadanım sizin başınıza dolanım. Gülnaz yenə niyə açıq eləyib ki? Bacı mənim evim yoxdur. Bacı mənim ərim yoxdur. Mənim ərim öldü, qutuldu. Sən niyə savaşdın balam bununla? Dediğin nədir? Ay mam, arvada deyirəm mənə bir dənə çay gətirçiyim, yorğun argınam, fəhləlikdən gəlmişim. Bir dənə çay vermir. Vallahi mən peyğəmbər gülüşəm. Mən bu yetimləri saxlayım, çay qoyum, çörək verim demişəm kişi. İşdən gəlinsən, mən taxtabət üstündəyim. Qarayolun öz abi çay töküşünə məni durub. Niyə? Mənim qardaşım yoxdur, mənim sahibim yoxdur, mənim 10 dənə qardaşım var. Deyərəm bunu sararlar ayaqlarım var. Arvad, tərdən evindən çay gətiribsən, özüm işləyib almışam da. Vallahi mən peyğəmbər, hanca əvi sən gətiribsən. Kələt tam görün mən nə eləyirəm axı. Hanca əvi gətiribsən. Az axı, bacı sən şahid idin də, mən bura gələndə bir qaynana idi, bir nənə idi, bir baldız idi. Mən bunların içinə gəlmişəm. Özüm taxtabətlə, fəş toxuya və əvi qurmuşam. Hanca əvi mənə gətir. Yanaşıqlara baxın. Ay sən deyinmə qadanım, adam uşaqlarına görə savaşmaz. Uşaqlara rəhmin gəlsin. Ötürə gülmüşəm bacı, mən yetimlərə xatir gəlmişdim. O da ötür, bunu azdanır. Mən getməyəcəyəm bax. Mən sənin xarabaya ayaq qoymayacağam. Tu get görüm mənim evimdən. Tu get görüm mənim evimdən. Sizə bunu gedin. Dədanın bunu gedin görüm. Oğlumun oğlu çaydan keçirdi, kızımın oğlu.